Salam uşaqlar, mən bugün sizə 67-ci səhifədən kömək eləyəcəyəm. 9-dan başlayır 67-ci səhifə. 67-ci səhifədə 9-da deyir ki, hasili tapın. Sadəcə hasili tapın. Mən də bunu yazmışam burada. Sizinlə birlikdə eləyəcəyəm. Diqqətli olun. Hasil yəni vurma əməlinin cavabına hasil deyilir. Əvvəl ixtisar eləyək, sonra hasili tapaq. Amma 9-da belə mi yazılır? Əvvəl ixtisar elə, sonra hasili tap. Bəli, elə məsləhət görüb ki, əvvəl ixtisar eləyin, sonra hasili tapın. Bərabərdir. İxtisar, baxırıq ki, 5 ilə 5 ixtisar olunur. 5 5-ə bölünür, bu 5 də 5-ə bölünür. İkisi də 5. Və bunların üstünə xətt çəkirik. Bununla bu bir-birini aparır, gedir. Karandaşla mən bunların üstünə xətt çəkim ki, 5-i 5-ə bölürük. 1. Digər 5-i də 5-ə bölürəm. O da 1 olur. Karandaşı mən bura qoydum. Amma indi tapmıram. Ruçka ilə çəkim yaxşı. Bu 5. Üstünə xətt çəkirəm. 5-ə bölürəm. 1. Bu 5-i də 5-ə bölürəm. 1. İndi ondan sonra burada ixtisar olunmalı. İxtisar olunmaları, ruşkaları yoxlamadım. Hansı yaxşı yazır. Bəli, bununla yazaram. Bu 5-i də 5-ə bölsəm 1 olar. 4-ü 4-ə bölsəm 1. 8-i 4-ə bölsəm 2. Nə qaldı? 1 vur 1. Surətlərdə 1 qalıb. Məxrəcdə isə 1 vur 2. 2 də 1 ixtisardan sonra. 4 ilə 4 ixtisar olunacaq. Bu 4, bu 4. Yəni ki, belə ixtisar olunacaq deyəndə ki, 4-ü 4-ə bölsəm 1. Bu 4-ü də 4-ə bölsəm yenə 1. 3-ü 3-ə bölsəm 1. 9-u 3-ə bölsəm 3. 1 vur 3, 1 vur 1. 1 surətdə qalacaq 1 vur 1. Məxrəcdə qalacaq 1 vur 3. 3-də 1. Bu misala baxıram. 2 ilə 8 ixtisar gedir. 2-ni 2-yə bölsəm 1. 8-i 2-yə bölsəm üstünə xətt çəkirəm 4 qalar. Onda misalı surətdə olacaq 1 vur 4. Məxrəcdə olacaq 1 vur 7. 7-də 4. 8 ilə 4 elə özü ixtisar gedir. 4 ilə 12 də ixtisar gedir. 4-ü 4-ə bölərik. Üstünə xətt çəkək. 4-ü 4-ə bölsəm 1. 12-ni 4-ə bölsəm 3. 1-i vururam 7-yə 7. 8-i vursam 3-ə 3 vur 8 24. Yenə baxıram 5 ilə 15 ixtisar gedir. 15-in 5-i 5-ə bölürəm 1. 15-i 5-ə bölsəm 3. 1-i vururam 2-yə surətdə yazıram. Çünki 5-in yerinə 1 qaldı. 1 vur 2. Məxrəcdə isə 3 vur 3. Bərabərdir 9-da 2. Bunları da həmin qaydada eləmişəm. İndi keçirəm digər cərgəyə. Burada da davam eləyək. Bunun da cavabını mən yazmışam. 5 ilə 15 5-ə bölünüb. 5 burada surətə vurulur. Bunu davam eləyəcəyim. Bunun cavabını yazın. Hazır verirəm. Bunu da davam eləyib öyrədəcəyim. Uşaqlar, bu surət hesab olunur. Surətə aiddir. Deməli, orada qabaqda yazılan 6 surətə vurulur. Surətə vurulur, sonra məxrəcə bölünür. Surət, onda 6-nı vururuq. 6-nı vururam onda neçəyə? 7-yə. Yaxud təsəvvür eləyək ki, 6-nın məxrəci 1-dir. 1 vurulsun, nə olar onda? 1 vurulsun
Fərz eləyək ki, bunun məxrəci 1-dir deyə yazılmayıb. 1-dir. Onda 1 12-yə vurulur, 6 7-yə vurulur. 6 əgər 1-də 6-dırsa, 6 ilə 12 ixtisar gedir. 6 6-ya bölünür 1, 12 də 6-ya bölünür 2. 1-i vururam 7-yə, bu surətə aiddir. Kəsirin qarşısında vurma varsa surətə aiddir. 7, qırmızına yazmalıydım burada 7. Məxrəcdə isə 2 qalır. 2-də 7. Bu da bərabər eləyər. 7-nin içərisindən 6-nı götürüb 2-yə bölsəm 3 tam, 2-də 1. 9 ilə 3 bu tam sayılmır uşaqlar. Buna tam deməyin. Bu natural ədəddir. Natural ədədi kəsrə vururuq. Bunu 9 tam 3-də 1 oxumuruq. 9 vur 3-də 1 oxuyuruq. Mən yenə dedim ki, bu 9 surətə aiddir. Bunun 1 var məxrəcində. 1 lazım deyil deyə yazılmayıb. Çünki 9-u 1-ə bölsək, elə 9 eləyər. 9-u 3-ü 3-ə bölsək, üstünə xətt çəkirəm, 1 düşər. 9-u 3-ə bölsək, 3 düşər. 3-ü 3-ə böldüm 1, 9-u da 3-ə böldüm 3. 3 vurulur 1-ə. 3, burada 1. 1-də 3, bu da 3 tam eləyir. Yenə də burada ixtisar varmı? Bəli. 10 ilə 20. 10-u, burada deməli ki, natural ədədi, vuruq olan digər natural ədədi burada əvvəldə yazıblar, burada sonrada yazıblar. Səhv deyil. Olur belə, bu belə də olur. Burada da yaza bilərsiniz, kəsirin qarşısında da, kəsirdən sonra da. Fərqi yoxdur ki, bu surətə vurulur. Qabaqda da olsa surətə vurulur, kəsirdən sonra da olsa yenə surətə vurulur. Bəli, onu 10-a bölsəm eləyər 1, 20-ni 10-a bölsəm 2. Cavabımız da olacaq 9 vur 1, 2 vur, bunun surəti, məxrəci 1-dir, elə 2. 9 böl 2. 8-i götürüb 2-yə bölsəm 4 tam, 2-də 8-i götürdüm, axı 1 qalıq qaldı, 2-də 1. İndi burada mən nəyi ixtisar eləyirəm? 8 ilə 8 gedir. Nə qalacaq burada? 1. 1 qalacaq. 1. Yuxarıda isə 5 qalacaq. Burada da 1 qalır. 1-i vururam 5-ə. 1 vur 5. Bölünsün 1. Bu da bərabərdir. 5 bölünsün 1. 5 eləyər. 7 ilə 14 ixtisar gedəcək uşaqlar. 7 ilə 14 ixtisar gedir. 7-ni 7-yə 1. 14-ü 7-yə 2. 7-ni 7-yə 1 olar. 14-ü 7-yə 2. 1-i vururam 5-ə. 1-i vururam 5-ə. Məxrəcdə isə 2 qalır. 5 bölünsün 2. 2 tam 2-də 1. Siz tam ədədin vurulması ilə kəsirin tam hissəsini qarışdırmayın uşaqlar. Burada da yenə 25 tamla 5 ixtisar gedir. 5-i 5-ə böləcəm. 1 eləyəcək. 25-i 5-ə bölsəm 5 eləyəcək. Yəni, bax, bu tamın, tam deməyək buna, natural ədəddən ki, aldığımızı surətə vururuq. 3 vur 5 bölünsün 1-ə. Bu da eləyir 15 böl 1 elə 15 eləyər. Burada yenə ixtisar eləyirik. 12 ilə 18 cüt ədədlərdə ixtisar gedir 6-ya. 6-ya bölsək 2 eləyər. Burada isə 3 eləyər. 2-ni vururam 5-ə eləyəcək 10. Məxrəcdə 3. 9-u götürüb böləcəm 3-ə. 3 tam çıxacaq. Burada 1 qaldı. 9-u götürüb böldüm 3-ə. 3-də 1. Bu bizim misal 67-də 9-cu misalımız idi. 10-cuya baxıram. Uşaqlar, bu arada siz bəyənməyi, abunə olmağı, paylaşmağı unutmayın uşaqlar. 10. Onda nə deyilir? Onda deyilir ki, cavablar, səhv cavabları tap, düzəliş elə. Veriblər bizə cavabları. Biz düzəliş eləyək. Görək, hansı səhvdir. 2-ni vurublar 2-yə 4. 3-ü vurublar 1-ə 3. Düzgündür. 3-ü vurublar 1-ə 4.
2-ni 5'e vuranda 10 olmalıdır. 7 yazıblar. Ya bu səhvdir. Qırmızıyla düzəliş eləyək. Düzəliş bilək, bu səhvdir. Onda cavab nə olacaq? 3 vur 1. 3, 4 olmaz. 3 vur 1, 3 olmalıdır. 2 vur 5 də 10. Onda 3 cavab bərabərdir. Onda 3 olmalıdır bu. Onda 3. Bu mötərizəyə götürdüyüm səhv cavab idi. Aradan bunun səhv olduğunu göstərən bir mötərizə çəkdim. 5'i vurublar 2'ye 5 eləyib. Yəni vurmadı axı, məxrəc məxrəcə vurulur. Surətdə surətə. 5'i vurublar 1'ə 5 eləyib. 1 eləyib. Səhvdir. Bu da səhvdir uşaqlar. Bunu da mən yenə də qırmızı ilə götürürəm. Səhvdir. Düzgün cavabımızı burada yazıram. Bərabərdir. 5'i vururam 1'ə 5. 5'i vururam 2'ye 10. Hər iki tərəfi 5'ə ixtisar gedir. 5'i 5'ə bölsəm 1. 10'u 5'ə bölsəm 2 olar. 5'i 5'ə böldüm 1. 10'u da 5'ə böldüm 2. Bərabərdir. 2'də 1. 2'də 1 elədi. İndi bu misala baxıraq. Görək düz yazıbmı? 1'i vurublar 3'ə 3. 9'u da 2'yə. 18. Bəlkə ixtisar eləyək. Bəlkə ixtisarla yoxlayaq görək. 3'ü 3'ə bölsək, uşaqlar bax. 3'ü ixtisar eləyiblər, sonra vurublar. 3'ü 3'ə bölürük 1. 9'u 3'ə bölürük 2. Deməli, bura 1 yazıram. Burada 3 yazıram. 3. 3'ü 3'ə böldüm 1. 9'u 3'ə böldüm 3. İndi yoxlayaq. 1'i vurublar 1'ə 1. 3'ü vurublar 2'yə 6. Doğrudur bu. Burada da ixtisar var. Bəli. 3 ilə 3 gedir. 3'ü 3'ə bölürük 1. Bu 3'ü də 3'ə bölürük 1. Yəni 3'lərin yerində 1 qalırsa 1 vur 2, 2. 7 vur 1, 7. Düzdür. Yəni bunu da mən özüm eləmişəm. Ayırmışam uşaqlar. Səhvdir bu da. 3 ilə 9'u ixtisar eləsəm bu cavabı verməyəcək. Bu da 9-cu misal idi. 10-cu misal idi. 11'ə baxaq. 11. Hansı misalların cavabı fərqlidir? 3'ündən 3'ü düz olacaq misalların. Biri fərqli olacaq. Hesablayaq bunu. 5'də 1 vur 3. Dedi ki 3 surətə vurulur. 1 vur 3. Bu da yazmadı. 1 vur 3. 5'i də bunun məxrəci 1'dir də. 1'ə vurmuram, elə 5 yazıram. Bərabərdir 5'də 3. Burada yazılıb ki 5'də 1'dən 3 dənə. 5'də 1 vur 3. 5'də 1'dən 3 dənə deməkdir. Bax, burada da 5'də 1'dən 3 dənə götürüblər. Onda elə bu misalın cavabı da bundan eyni çıxacaq. Yəni, toplamada, kəsirlərin toplanmasında məxrəc olduğu kimi qalır. Surətlər toplanır. Cavabı düz oldu. Buna baxaq görək. 1 çıxılsın 5'də 2. Bunu hesablayaq. Məxrəclərini bərabərləşdirək uşaqlar. Məxrəcini bu 1'i yerinə yaza bilərəm. 5'də 5. 5 bölünsün 5. Bu 1'in yerinə yazıram. 5 bölünsün 5. Çıxılsın 5'də 2. Bərabərdir. Sualınız olarsa uşaqlar şərh bölməsinə yazın. Hansısa qısa videoların şərh bölməsinə, posta girib şərh yazırsınız. Sualınız olarsa yazın. Daha nə istəyirsiniz? 5'dən 2 çıxsam 3. Məxrəcdə 5 qalır. Bəli, hələ ki biz A bəndində 5'də 3, 5'də 3, 5'də 3. 3'ü eyni oldu. Biri fərqli olmalıdır. Bəlkə budur fərqli. Uca B-ci misaldır bu. Buna baxaq görək. Bərabərdir. Bərabərdir. Tam yox. Natural ədəd surətə vurulur. 1 vururam 5'ə. 5. Məxrəcdə 3'ü də. Bunun məxrəci 1'dir və yaxud da heç yoxdur. Heç nəyə vurmuram. 3. Bərabərdir. 5'in içindən 3 götürüb bu 3'ə bölürəm. 1 tam 3'də 2. Bəli, bu fərqli oldu. 4 misaldan biri fərqli olmalıdır. Bizdə əvvəldən yazılmışdı. Biz bir dənəsini fərqli tapdıq.
Görürsən burada neçəsi fərqli olacaq? 4 dənə misaldır. Bir misalın içində 11 nömrəlidir. A, B, C, D. Baxaq. Yenə də bax eləyirəm. 3-ü vururam 4-ə. 3 vur 4 böl 7. 12 böl 7-yə bərabərdir. 12-nin içərisindən bir dənə 7 yerləşər. O bir dənə 7-ni bu 7-yə bölüb 1 tam yazıram. 7-də 5. 5 qalıqdır. Burada da 7-də 3-dən 4 dənədirsə 1, 2, 3, 4, 5 dənədir. Onda cavab başqa olacaq uşaqlar. Bundan eyni olmayacaq. 7 göylə yazdım. Qızarda bilərəmmi? 7 sürətlərdə toplayaq. 1, 2, 3, 4, 5. 7-də 3 burada 4-ə vururduq. 4-ə vurulsa 4 dənə olsaydı cavabı eyni olardı. 1 tam 7-də 5. 3, 6, 9, 12, 15. Bu da olacaq 15. 15'in içində 2 dənə 7 var. Yəni 14'ü götürüb 7'yə bölürəm. 2 tam 7'də 1 qalıq qaldı. Buna baxaq. 2 tamı yazıram 14 böl 7. 14 böl 7. 14'ü 7'yə bölsəm 2 eləyəcək. Bunu öyrətmişdim sizə. Çıx 7'də 2 bərabərdir. 7'də 12 eləyər. 14'dən 2 çıxsam 12 bərabərdir. 12'nin içində 7 bir dənə yerləşər. O bir dənə 7'ni bu 7'yə bölüb buraya yazıram. 1 tam 7'dən bir dənə 7'ni götürdümsə burada 5 qalacaq. 1 tam 7'də 5. Bax görürsən 3'ünü eləmişik. Bu fərqli çıxıb. 1 tam 7'də 5, 1 tam 7'də 5. Görək bunda nə alırıq? 3'ü vururuq 4'ə bölürük 7'yə. 3 vur 4 böl 7'yə. 12 böl 7 yenə də. Bax bunu aldıq. 12 böl 7. Yenə də 1 tam 7'də 5. Yəni 3'ünün cavabı eynidir. 1 tam 7'də 5, 1 tam 7'də 5. Bu da 1 tam 7'də 5. Amma bu 2 tam 7'də 1. Yəni bu fərqli cavabı olan bax budur. Dedim ki 11 nömrəli misalda uşaqlar, gözəl balalar, bəyənin, abunə olun. Deməli burada 4 dənə misal var. A, B, C, D də var. C, D-ni isə mən sizi incitmirəm həmin qaydada. Hazır eləmişəm. Bax 6, 6, 6. Bunun cavabı isə 32'də 3 çıxıb. Fərqlidir cavab. Burada isə cavablar D bölməsində 3'də 2, 3'də 2, 3'də 2. Bu 3-cü misalda isə cavab 1 çıxıb. Təkrar bir də başınızı ağrıtmaq istəmirəm. Bu bizim 11 nömrəli misalımız idi. 12 nömrəliyə baxaq. Elxan belə bir misalı görəndən sonra Elxan kitabınızda var şəkildə. Bax burada Elxanın şəkli. Həmin misalları mən yazmışam dəftərə. Bu 2 misalı. Elxan bunu görəndən sonra belə bir misalda özü tərtib eləyib, yazıb. Deyir ki, elə bu da 3'də 4 verir. Bu misalın cavabı da 3'də 4 verilir. Burada vurdu, burada amma 3'də gəldi. Elxan düzmü eləyib? Biz ona baxırıq uşaqlar. Elxan düz eləməyib. Nəyə görə? Burada ixtisar ola bilər. 6'nı bölmüşük 3'ə. 2 almışıq. Deməli ki, kitabda da var belə ixtisar. Şəkli var burada kitabda. Dəqiq baxsanız. Bax, burada da ixtisar olub. Üstünə 2 yazıblar. 9'un da üstə 3 yazıblar. Sonra 2'ni 2'yə vurublar 4. 3'ü də məxrəcə yazıblar. Elxan da belə eləyib. 6'nı 3'ə bölüb 2. 9'u 3'ə bölüb 3. Düz mü eləyib? Düz eləməyib uşaqlar. Vurma olanda ixtisar elə. 2 ədəd arasında vurma olarsa ixtisar eləmək olar. Üstəgəl olanda ixtisar eləmək olmaz. Burada olmalıydı. Burada olmalıydı. Bax belə bir misal olacaq. Olmalıydı burada. Ben indi onu buraya yazayım. 6 üstə gəl 2 böl 9. Burada 6 ilə 9 ixtisar oluna bilməz. Çünki toplama var. Üstəgəl var. Vurma olarsa bizim yuxarıdakı misal kimi onda ixtisar ola bilər.
Burada olacaq cavabı 9'da 8. Bu da ixtisar getmir. 8, 9. Yəni Elxan ixtisar edərkən səhvə yol verib. Yəni burada ixtisar lazım deyil. Məsələ 13. Gülsüm kağızdan figur kəsib. Bu figurun sahəsi 4'də 3 kvadrat metr olan figurdur. 4'də 3. Belə bir figur ölçülər verilib. Bizdən nə soruşur? Perimetr əlavə olaraq onun kəsdiyi figur hansı ola bilər? Bu figurun perimetri nə qədərdir? Tapaq görək hansının sahəsi 4'də 3-dürsə, onun perimetrini tapaq. Bunun sahəsini tapmaq üçün bilirik ki, eni uzunluğa vururuq. Yazıram. Eni vururam uzunluğa. Bu qırmızı ilə çəkdiyim üçün elə qırmızı ilə da mən sahəni tapacağım. Əgər bu olarsa 4'də 3 Gülsümün kəsdiyi figur, onda bunun perimetrini də hesablamalıyıq. Görək. 4'də 1, en 4'də 1'dir. Vurulsun 4'də 3'ə. Yandakı metrləri yazmıram, axırda yazacağım uşaqlar. 4'də 3'ə. Bərabərdir. 1'i vursaq 3'ə 3, 4'ü də 4'ə 16. 16'da 3. Ax, vermədi bizə, 16'da 3 verdi. İxtisar da olmur. Qalır belə sahə. Onda bu figur deyil. Bu figura baxaq. Bu biraz mürəkkəb bir. Əgər bunu kəsibsə Gülsüm, üçüncü bir figur da var. Ona da baxarıq, əgər burada alınmasa. Deməli, birinci bax bu hissənin sahəsini hesablayaq. Bax, buranı xəttləyirəm. Bax, buranın sahəsini hesablayıram. Bunun üçün 5'də 2'ni vururam. 5'də 2'ni vuracağım 8'də 5'ə. 5'də, bəlkə burada mən nə səhv elədim? 4'də 1 kitabdakı ölçülərə baxım görək. 4'də 3, 4'də 1. Düzdür. 4'də 3, 4'də 1 budur. 4'də 3 də budur. Sarıda düz eləmişəm. 16'da 3. Bu da ixtisar olunub. Deməli 4'də 3'ə gəlmir. Belə də qalır. Bu hissənin sahəsini tapmaq üçün eni 5'də 2'ni 8'də 5'ə vururam. S göy rənginə yazacağam. S yəni sahə deməkdir. Bərabərdir. 5'də 2 vur 8'də 5. 5'də 2 vur 8'də 5. Bərabərdir. 5'lər ixtisar gedər. Bu 5 ilə bu 5 ixtisar gedər. 5'i 5'ə 1. Bu 5'i də 5'ə 1. Onda olacaq 2 vur 1. Əllərim tamam çilinirə batdı. Ruçkanı çilinirə. 2'ni vururam 1'ə 2. Burada da 1'i də 8'ə 8. İxtisar olarsa 4'də 1 olar. 4'də 1. Görünür də yəqin. Metr. Metr kvadrat daha doğrusu. İndi bu hissənin sahəsini hesablamaq üçün. Yenə də bu 8'də 5'i 5'də 4'ə və yaxud da 5'də 4'ü 8'də 5'ə fərq eləmir. Bunu buna vurmalıyıq. Vuruqların yeri dəyişə bilər. Bu hissənin sahəsini. Və bunu qoy qırmızına ştrixləyim buranı. İndi buranı hesablayıram uşaqlar. 5'də 4 S bərabərdir bu hissə üçün. 5'də 4 vurulsun 8'də 5. Yenə də 5'lər gedir. Bu 5 ilə bu 5 qalır. Gedir, daha doğrusu ixtisar olunur. Bərabərdir qalır. 4 bölünsün 8. Bu da bərabərdir. Eləyəcək, deməli. 4'ü 8'ə bölsək 2'də 1 eləyər. 5'də 4 ilə 8'də 5. Yox, mən niyə 4 yazdım? 5'lər getdi, düzdür. Ona görə 4 yazdım. Düzdür. 5'də 4, 8'də 5, bəli, düzdür. 2'də 1. Toplayaq görək bu hissəni, bu hissəni bizə 4'də 3 verəcəkmi? 4'ü 4'ə 1, 8'i 4'ə 2. İndi burada toplayıram. 4'də 1, üstə gəl. 4'də 1, üstə gəl. 2'də 1. Bərabərdir.
Bunun məxrəci 4-dür. Bunu da 4 eləməliyəm uşaqlar. 4-də 1. Bunu isə 2-yə vuram ki 4 olsun. Üstə gəl. Məxrəci də 2-yə vururam. 4. Surəti də 2-yə vururam. 2. Bərabərdir. Məxrəc 4. Surət isə toplayanda 3 eləyər. Bəli, biz tapdıq ki, bu fiqur imiş. Gülsümün kəsdiyi fiqur, bax budur. Bu fiqurdur. Cavab kimi nə yaza bilərik? Gülsümün bu sahəni tapmışıq. Burada sahələrin cəmidir. Sahə, 2 sahəni toplamışam. Bunu ilə bunu toplamışam. Bizdən perimetri də soruşur. Perimetri də soruşursa, əlavə onu da burada yazıram. Elə uşaqlar var ki, tam dəqiqliklə eləmək istəyir. Bunun ardını da mən burada yazıram uşaqlar. Ki, davam edin. Deməli, nəyi 8, bax, üstünə gəlirik. Bu bütövdür. Bu bütövün uzunluğu 8-də 5 ilə 5-də 4-ün cəminə bərabərdir. Onda 8-də 5, üstə gəl 5-də 4-dən 2 dənə olacaq. Bir bu, bir də bax bu. 2 vurulsun 8-də 5 mötərizədə. Üstə gəl 5-də 4. Niyə 2 dənə? 8-də 5, üstə gəl 5-də 4, bu 1 dənədir. Budur. Axı, biri də burada var. Ona görə ikisini götürmüşəm. Onun da üstünə gəlirik. 5-də 2, üstə gəl 8-də 5. Bax, bu 8-də 5-i də gəlirik. Bunun üstünə. 2 dənə də bu yan tərəflər. Üstə gəl, bu da bir mötərizədə. 5-də 2, üstə gəl 8-də 5. Amma bu 2 dənə verəcək bizə. Bərabərdir. 2-ni nəyə vuraq, uşaqlar? Bunu mötərizəni, məxrəcləri bərabərləşdirmək lazımdır. Burada olsun ki, yer sığışmayacaq, mən burada eləyəcəm uşaqlar. 2 vurulsun. Bu 8-dirsə, bunu eləyirəm 40. 5-ə vururam. 40. 5-ə vurdum. Bunu da 5-ə vururam, 25. Üstə gəl. Bunu isə 8-ə vururam. 40, 32. Üstə gəl. Yenə də burada 40 eləyirəm məxrəcləri. Bunu vururam 8-ə. 40-da 16. Bunu da 8-ə vurdum. Üstə gəl. 5-ə vururam. 40-da. Uşaqlar, diqqətlə baxın. 5-də 2, 5-də 2. 5-də 2 ilə 8-də 5. Burada da, burada 5-də 4 ləndir. Düzdür, burada 5-də 4 lən. Elə bildim, eynidir. 40, bunu da 5-ə vururuq. Olacaq onda. 40, bu da olacaq 25. Fərqlidir. Bərabərdir. Toplayanda bu olacaq 2 vurulsun 40-da. Bunu tapaq. 2 vurulsun 40-da. 20'nin üstünə 30, 57. Üstə gəl. 40'da neçə? 16 ilə 25 eləyər. 25'dən 25'in üstünə 41 eləyəcək bu da. 41. Bunu mən belə yuxarı çəkirəm, davam eləyirəm. Onda 2'ni buna vururuq. 2 ilə 40 ixtisar gedir. Yoxsa ixtisar eləməyək hələ. 2'ni vuraq 57-yə. İxtisar eləməyək. 2 vur 57. 2'ni 50'yə vursaq 100. 114. Böl 40. Üstə gəl. 40'da 41. Bunu aralamaq istəmirəm belə. Gör, perimetr bizim nə qədər vaxtımız aldı. Figur düzgün formada olsaydı bu qədər olmazdı. 114 ilə 41 eləyəcək 155. Böl 40. 100. Düz oldu mu? 155 bölünsün 40. 160 olsaydı 40'a bölərdik 4 dəfə alardıq. 3 dəfə düşəcək. 3 dənə 40, 120 çıxsam, buradan 120, 35 qalacaq. 35'də, 40'da 35. Bu neçə ixtisar gedir? 5'ə. 8'də 7. Bərabərdir. 3 tam
8'də 7 metr. Metrdir mi görəsən bunun fiquru? Göy rəngli fiqur. Bəli, metr. Biz nəyi tapdıq uşaqlar burada? Perimetri tapdıq. P bərabərdir. Bax, bunlar əlavə 1. Mən ona görə burada sıxışdıra bilməzdim bu qədər misalı. Burada sizə bir neçə misalı bir yerdə qarışıq əslində nəyə görə bunu belə bir tapşırığı verib, həm vurma, həm toplama, həm ixtisar, hamısını bir arada öyrənməyiniz üçündür uşaqlar. Sağ olun, bu qədər. Bəyənin, paylaşın.